Bak bu da dört yolun körpüsü. İstiqamət Bakı. Yolda kimlərlə görüşəcəyik hələ. Allah bütün dostları, qardaşları var eləsin. Qəşəkdə hər şey. Vallahi gözəl. Bura Bərdə. Bərdə. Gözəl, qədim Bərdə. Birdən tərifləyəndə deyirlər daha nə qədər tərifləmək olar, amma müqayisə ediləyəndə açırdı. Hər şey göz qabağındadır. İndi bu yaxşı olanı niyə tərifləməyəsən? Ad gün olanı tərifləyirlər, pul verəni tərifləyirlər, nə bilim, bəy bizi tərifləyirlər, İbenini tərifləyirlər. Bu boyda işlər görülür. Niyə tərifləməyək? Tərifə layiqdir. Sırrıydı, keçirdi, otururdu böyle. Gözəl park. Heydər Əliyev parkı. Millət də ki dayanıb istirahət edirlər də. Tərtər çayının qırağında. Nə qəşəkdə. Gözəl də çaydı vallahi elə. Düzəlib gözəlləşib. Biraz da üsəngiliyir daha. Burada da Bərdənin kurubu. Elə Bərdədə olan bütün dostlara, qardaşlara salam olsun. Qohum əqrabiyə salamlar olsun. Hamısına fərqi yoxdur. Bərdənin özündədir, kəndindədir. Heç bir fərqi yoxdur. Gözəl mağazinlər, hər şey var. İnşallah sarayı. Allah bütün subaylara toy nəsib eləsin. Bərdədir, Bərdədə gözəldir. Allah sağ-qəni qəm rəhmət eləsin, hayırlı öndər. Sənin sağqətində, oğluyun sağqətində hər şey düzəlir. Vallahi. Kim nətər başa düşür, düşdü. Amma bu fakt. Krasata, gözəl, əla, gözəl mağazinlər, hər şey. Möhtəşəm bayrağımız. Bax belə güllü çiçəkli Bərdəndə çıxırıq. Bərdə salamat yol, uğurlu yol, istiqamət Bakı. Gəldik, çatdıq Yevlağa. Qəşəkdir. Qəşək gündür Yevlaqda. Yevlaqda az keçəcəyik də elə burada. Yevlaqda olanda bütün dostlara, qardaşlara, qohumlara, hamısına Allah'ın salamı olsun. Qohumlar da deyəndə, qohumlar da elədi ki, məcburi köşküncülük istər-istəməz hamını səfərləyibdir. Azərbaycanın hər yerində. Hələ desək dünyanın hər yerində var. Amma şükürlər olsun, ona görə də baxın. Quru torpaq, dağılmış kənd, kəsək, hamısı xoşdur valla. Özümüzdədir, özdə qayıdışda başlayır. Yevlaq da gözəl tikilir. Belə Yevlaq ən birinci Azərbaycanda belə deyil, o Sovetin qoyub getdiyi o dağıntıdan sonra düzələn ilk şəhərlərdən biri ilə Yevlaq oldu.
olmayacaq sağlıq. Elə burada Mamoğlu gili də salamlayıram. Kamil gili. Qurban olum Allaha. İndi enli yol. Qəşəkdir. İşte ağaçların dalında görünmür evlər. 5 mərtəbə binalar, bir-birindən gözəl, bir-birindən yaraşıqlı. Binanın özü bu. Hamını salamlayıram, xala uşaqların, nəvələrin, hamısı. Göşək, Yevlax, Olimpiya İdman Kompleksi, otel, hər şey var. Kobevi, Aran Regional Mərkəz. Bu da gözəl binadır. Bu da gözəl Kür. Ya bilmirəm, eynətər düşür. Belə. Qoca ağaçlar yönətər yola çıxdı. Hamısı bu tərəf qoca ağaçlar. Hamısının yerinə gözəl bax belə Sinar bağı salınır. Elə. Möhtəşəmdir hər şey var. Qəşəng körpülər, yollar, gözəllik. Desən, Ləki. Bura Ləki. Ləkinin qırağı da belə deyək. Bakı yolunun üstü. Şeydir. Gedək, dönə olmuşsun yola. Ləki işdən qalmışdı. Hara getmək deyirsən? Bakıya. Saçacının yanına dönməyək. Dönəyin yanında. Günü gündən hər şey gözəlləşir. Dünya dəyişir, biz də dəyişirik. Her yerde güzel kafesi, restoranı, oteli, her şeyi. Yaxşı deyəm, valla. Bütün şərait vardı bu yollarda. Sər kal. Carda olan dostlara, kardeşlere salam olsun. Ləkidə olanlara da salam olsun. Zahid Şöyle. İlham da buradadır. Allah hamısının canı sağ eləsin. Her yerde olmağın özünün de elə bir gözəlliyi var. Allah. Dostların, yoldaşların, kardeşlerin. Dönsək də, dönməsək də. Ama yol çıxanda adam birdən tələsir, onda heç halda dayanmaq istəmir. Tərəfdə çillə çıraqlı yoldur. İnşallah düz Bakıdan Laçına kimi belə olar vaxtı gələndə. Hər tərəf gözəldir. Şəhdə texnikalar var. Yeniden de yeni bir inkişaf başlayacak inşallah. Kənd təsərrüfatında. Maşallah, evine bakayım.
Orada da əməlli başlı elə texnika var idi. Ucarın böyrüdür. Ama oradan da ne kadar değişikti. Her yer değişir. Ama Azerbaycan'da inkişaf ışık suretinden gelir. Sanayi parklarına bakırsan maşallah yağ emalı zavodu, pamuk zavodu, teze maşınlar gelir bir elden. 816, 24 Dayan Dincerler de ki maşallah yüce faaliyetler işleyir. Kürdəmirə çatırıq, bu nə boyda vagonlarda, bu nə də. Adam elə bilir körpüyə dəyəcək, oradan dürür. Bize ne var yaxınlaşdırsa. Süslü. Burada Kürdəmir. Kürdəmirin qırağından gedirik və cəsarətə salam olsun buradan. Əlbabiyə salam olsun. Bütün dostlara, qardaşlara salam olsun. Yan kesilin, ağayırım. Çatmak lazım. Ne kadar ki hava ışıklı. Qaranlıqda da 7 saat eve qalırsan, gir otur evdə. Atlantik kahvede bütün məclis çıxır. Yaxşı bir ışıqda çatar. Maşallah. Her taraf yaşıllık. Şerait vardı, misafirler gelir dayanır. Güzel de her yer. Asan hizmet de burada. Her şey de var. Kürdəmiri de tercih edik. İstikamet Bakı. Karşıda Hacı Kabul. Kürdəmirdə piçen gedir. Piçen gedir. Ama hele Bərdə Ağzam zonasında başlamamıştı. Yel yağıştı. Kürdəmirə çıxdıq. Kürdəmirdən Hacı Qabula 80 kilometr. Maşallah elə xeylaq məsafə. Hacı Qabuldan 110. 80, 110, 190. Kürdəmirdən Bakıya 190. Yox, indi qalıb gecikmişsən. Nədə indi xeylaq gəlmişdi. Yəni əsas hər yerdə zapravkası var, magazinlər var, kafesi var, her şey, bütün şərait var. Bak burada
Hacıqabul, Qarasu, Qarasu. Qarasu. Qəşəngdir, ləzzətlidir. Maşallah, oradan da elə kətlər bizdə. Hamısı bir-birindən gözəldir, gözəl. Çıllı çıraqlı. Qəşəngli evləri, eşikləri də. Nədirsə bu obyekt, Pajarın obyektinə oxşuyur. Geçelim. Sırfı. Güzel evlerde hamısı. Körpü var idi. Burada böyle. Kətlər hamısı birbirindən yaxşıdır. Vallahi yaxşıdır. Biraz ağaçlar seyrəkdir elə bil burada. Amma bu tərəf yaxşıdır, yaşıllıqdır bu tərəf. Birbirinden güzel, birbirinden yaxşı. Şeytan obyektler var böyle. Marketi, kafesi, restoranı, her şeyi. Kilisalar var. Allah bereket versin. Hacıqabul ilə görüşmür. Amma Hacıqabuldakı dostlara da salam olsun. Müqəddəsə salam olsun. Sadiqə salam olsun. Vaqifə salam olsun. Hamısına, bütün dostlara, qardaşlara. Bax, o da Şirvan şəhəri. Ərbəyə salam olsun. Ümidə salam olsun. Həmiyə Allah'ın salam olsun. Hacıqabul, bu tərəf Şirvan. İstiqamətimizlə Bakı çatırıq da. Burada Flamingo gölü, Flamingo. Hacıqabul. Ağaçlar da iyi gəlib hamısı. Yolun qırağındakilərlər. Maşallah. Yaxşı, Hacıqabuldan mənə gəldi.
Elə ən birinci buralarda əkilir də. Buralarda laf zeytun bağları. Bak burada məşhur kafe, restoran, indi tam storda açılır. Fədək. Geçeydi. Bak böyle. Fədək. Ama Fədək de güzel bir yer daha. Geçeydi burada. Hayvanlar alemi de var. Hava aldı vallahi. Hava aldı. Uşaqlar üçün də hər cür şey var. Toz quşları. Burada da qeyri-adi gözəllik var. Havaldır valla. Nəbarəsiz adı. Hər şey, hər şey. Toz quşları orada buna var. Bəs. Hər tərəf gül, çiçək, yaraşır. Hava aldı. Hava aldı valla. Bak bura Ələt. Ələt. Yaxınlaşırıq Bakıya şükür Allah'a. Daha bir şey qalmayıb. Dayan dincəl. Maşallah elə dayan dincəl də var işləyən. Azad İktisadi Zonu. Xəzər dənizinin en büyük portu, yani limanı. Maşallah günü günden de büyüyor. Bak burada. Bir şey kalmayıp Bakı'ya. Maşallah her yerde de güzel qəsəbələr salınıb. Bak böyle. İnzibati binalar tikilib. Qobustan Regional Təlim Mərkəzi Sokar. Hava aldı valla. Park. Maşallah. Düzelir günü günden. Her şey düzelir günü günden. Düzey yollarda biraz var. Biraz müəyyən yerlərində, en çok da bu sağ tərəfdə. Ama inşallah yəqin ki, o da tezliklə düzələcək, ona görə ki, təmir işləri gedir. Təmir gedir. Amma yaxşıdır, yaxşıdır şükür. Qəşəng, Araz market, hər bir şərait qəşəng. Sabla Türk'ü Ragobusland. Burada da körpü təmir işləri gedir. Qəşəkdə qəsəbə deyil. Maşallah, əməlli başlı qəşəkdə 5 mərtəbə binaları. Her bir şey bu tarafta remont gelir.
Əvvəllər yolla gedəndə bu tərəfləri görmək olmur. Amma belə baxırsan ki, maşallah, yaxşı. Bax, burada təmir işləri gedir. İnşallah tezliklə düzələr. Köşkəkdə evlər var, can sağlığına. Maşallah. Düzəldik yola. Allah Məhəmməd ya əli. Bax belə. Birdən deyirlər, zavod yox, fabrik yox. Belə də baxırsan da indi hamısı çəkilməsə də yol boyu o qədərdir ki, belə obyektlər bunun hamısı yəqin ki, zavoddur, fabrikdir, nədir? Nəfər var, iş yeri. Elə bura zavoddur. Daş yunu zavodu. Daş yunu. Bəlkə zavoddur. Burada da hemen şeydir. Hadice. Elə bu da nədirsə? Zavodu. Müasir tikinti materialları zavodu. Var deməli. Var. İnşallah birazdan sonra kosmik gəmi zavodları da olacaq. Allah'ın köməyinlə. Hələ biri də burada. Bu da beton zavodu. Dəmir yolu üçün. Gözəl qəsəbədir. Bu da mavi Xəzər dənizi. Yol gözəl yoldur, amma sürəti elə qoyublar ki, 70. 70 çox azdır belə yola. Düzdə sürənlər var. Maniyyətsiz bax, bilmirsən ki, bu sudan nəsə çıxıb gedəcək bura. Dəniz də şimdi, bu da dəniz. Burada Sanqaçaldır, Sanqaçaldır. Sanqaçal. Bax, bu da dörd yolun körpüsü. İstiqamət Bakı. Belə yolda kimlərlə görüşəcəyik hələ. Allah bütün dostları, qardaşları var eləsin. Qəşəkdir hər şey. Vallahi gözəl. Bura Bərdə. Bərdə. Gözəl, qədim Bərdə. Birdən tərifləyəndə deyirlər daha nə qədər tərifləmək olar, amma müqayisə eləyəndə açıqdır. Hər şey göz qabağındadır. Yaxşı olanı niyə tərifləməyəsin? Ad gün onlarını tərifləyirlər, pul verəni tərifləyirlər, nə bilim, bəyimizi tərifləyirlər, İbeniniki tərifləyirlər. Bu boyda işlər görülür. Niyə tərifləməyək? Tərifə layiqdir. Zərrəyədə keçirdi, açıldı. Gözəl park. Heydər Əliyev parkı. Millət də ki, dayanıb istirahət edirlər də Tərtər çayının qırağında.
Ne geçeydi. Güzel de çaydı vallahi öyle. Güzellik güzelleşmeyi. Biraz da Hüseyin giriyor daha. Burada Berde'nin grubu. Elə Bərdədə olan bütün dostlara, qardaşlara salam olsun. Qohum əqrabiyə salamlar olsun. Hamısına fərqi yoxdur. Bərdənin özündədir, kəndindədir. Heç bir fərqi yoxdur. Güzel magazinde her şey var. İnşallah sanayi. Allah bütün subaylara toy nasip eylesin. Perdede güzel. Allah sağgəni qəm rəhmət eləsin ailəsində. Sənin sağətində, oğluyun sağətində hər şey düzəlir. Vallahi. Kim nətər başa düşür düşdü. Amma bu fakt. Krasata, güzel, əla, güzel magazinler, her şey. Muhteşem bayrağımız. Bak belə güllük şəhri Bərdəndə çıxırır. Bərdə salamat yol, uğurlu yol, istiqamət Bakı. Gəldik çatdıq Yevlağa. Qəşəkdir. Qəşək gündür Yevlaqda. Yevlaqda az keçəcək. Elə burada. Yevlaqda olanda bütün dostlara, qardaşlara, qohumlara, hamısına Allah'ın salamı olsun. Qohumlar da dərlə, qohumlar da elədi ki, məcburi köşküncülük istər istəməz hamını səfərləyibdir. Azərbaycanın hər yerində, hələ desək dünyanın hər yerində var. Amma şükürlər olsun, ona görə də baxın. Quru torpaq, dağılmış kənd, kəsək, hamısı xoşdur valla. Özümüzdədir, özdə qayıdışda başlayır. Yevlaq da gözəl çıxır. Yevlaq ən birinci Azərbaycanda belə deyil, o Sovetin qoyub getdiyi o dağıntıdan sonra düzələn ilk şəhərlərdən biri ilə Yevlaq oldu. Hamıya sağ olun. Elə burada Mamoğlu dilində salamlayıram. Kamil dilir. Qurban olmam bana. İndi enli yol. İşte ağaçların dalında görünmür evler. 5 mərtəbə binalar, birbirindən gözəl, birbirindən yaraşıqlı. Binanın özü. Hamını salamlayıram, xala uşaqların, nəvələrin, hamısı. Yevlaq Olimpiya İdman Kompleksi, otel, her şey var. Kobe'li, Aran Regional Merkez. Bu da güzel binadır. Bu da güzel Kür. Ya bilmirəm eynəklər düşür. Belə. Uca ağaçlar yönətər yoxa çıxdı. Hamısı bu tərəf uzalarlar. Hamısının yerinə gözəl bax belə Sinar bağı salınır. Belə. Şükür
şükürler olsun. Geldik çattık Bakıya. Bir heybet. Allah bir heybet belki bir heybet hiç akrabasına gani rahmet eylesin. Amin. Bu tarafta qəbirstanlıqdır. Allah cümlə qəbirstanlıq əhlinə gani rahmet eylesin. Geldik. Şər qarışanda çatdıq Bakıya. Amma yaxşı gəldik. Gözəl Bakı, paytaxt Bakı. Bakı. Birbirinden de yaraşıklı binalar. Deniz kırağı da bütün kompleksler vardı. Kültür var belki. Qəşəng parkı, her şey. Burada muhteşem bayrak meydandı. Ama neyse bayrağımız hele dalgalanmır. İşte. Allah həmişə dünyanın her yerinde dalgalansın o yüksek zirvelerde. Nəsə deməyə heç ehtiyac da yoxdur. Belə də şəhərsiz. Dəniz mol. Bu da Muğam evi. Salça müzeyi. Gözəldir. Venetsiya. Aztek'in kurumu bayrağımızla için dalgalanır. Bu tarafta geçeydi. Güzel bayrağımız. Bu da bulvar. Dünyanın en güzel bulvarlarından. Ama Bakıya da demiyorlar ha, Tıxaçlar şəhəri. Maşallah millət də dincəlir və dincəlməlidir də. 15'inden. Qəşəng yay sezonu başlayıb. Maşallah, daha bulvarın ucu bucağı yoxdur. Elə bir Heydətdən başlayır, düz Ağşəhərə kimi. Şehri ne? Ne dersen burada? Güzeldi paytaxt Bakı. Ancaq bunu demək olar. Əladır. Millətə bax, ikinci mərtəbə. Oradan da güzeldi. Ama rayonda yaşayasan ayda bir defa gelir. 2 gün 60 gezip kaydasın. 8 noyabr 44 günlük. Beh beh beh.
Zafer Parkı, Zafer Meydanı. Allah Ali Başkomandanın küreğinde dursun. Ordumuzun küreğinde dursun. Şehitlerimize rahmet eylesin. Amin. Ali Mahkeme. Allah'ın altında o her şey düz olsun. Her şey düz olsun. Ne bileyim, insanlardan narazılık olmasın. Demirəm, indi var haksızlığa narazılık. Hakkını olmasın narazılık. Yani hak adalet bozulmasın. Razgirkalar, köprüler, hamısı birbirinden güzel. Yolacı elim salaşır. Heydər Əliyev prospekti. Allah ulu öndərə də qəm rəhmət eləsin. Alışıp yanır her tərəf. Bak burada Mamoğlu'nun iş yeri. Ne kadar ki Norpuska'da hele gelsin. Ama 35 yıl oldu da kardeşim. Yaşayan Norpuska'nın oldu da. O anlamda 36 yıl. Ay 35 yıl. Ağır of görmüş. Allah. Bak böyle geldik çattık. Paytaxt Bakıya. Şükürler olsun. Allah'ım ya can sağlığı versin. Bu da öyle bizim böyle ilk seferimiz gibi oldu. Gittik Karabağ'ımızı gezdik geldik, güzel bir yerimizi yordunuz. Bayındır geldik, güzel bak muhteşem yerimize, yurdumuza, payitahtımıza. Allah hamının canı sağ eləsin, hamının da işine bənd eləsin. Bak belə, gözəl paytaxt. Geldik dünəndən çatdık paytaxtımıza da. Evet, Allah'ım olsun, doğrudan belə gözəl paytaxt. Allah hamının canı sağ eləsin. Düz 4 yoldan Bakıya. Ama oradan da müəyyən yerlerde var böyle yolun elə bir o pis yerler. Amma belə qəşəkdir. Şükürlər olsun bir gün. Hamıya da can sağlığı. Yaxşı olacaq hər şey. İnşallah. Burada Olimpiya şəhəri. Stadyonu keçdik. Güzeldi. Güzelden de güzeldi. Bak böyle dünən akşam gelip çattık. Her şey Allah, her şey yaxşı, salamat.